Nərimanov rayonu Əliyar Əliyev küçəsi Nəriman Nərimanov metrosuna 5-6 dəqiqə piyada məsafədə 16 mərtəbəli binanın 5-ci mərtəbəsində 63 kvadrat bir otaqdan 2 otağa düzəlmə tam əşyalı, texnikalı, gözəl bir mənzilimiz satışa çıxdı. Alıb kiraya verməyə də ideal variantlı, yüksək qiymətə belə mənzilləri alıb kiraya vermək olar. Və gəlin sizə proyekti izah edeyim, sonra qaydağın videomuza. Bu şüşə qapıların arxasında deməli, mətbəximiz yerləşir. Giriş qapısı, ümumi sanitar qovşağı, yataq otağı və qonaq otağından ibarətdir. Xol hissəsi, lazer kəsim qranitlər, pollar, isti pol, patolog işləmələri, düstur, spot, gizli işıqlar tam aslı vəziyyətdə. Bu tərəfdən göstərə zəhmət olmasa, giriş qapısından sağ tərəfdə boy güzgümüz yanıb, dekor belə bir gözəl güzgümüzdür. Oturub ayaqqabılarınızı soyunmağa yer və qardırob mebeli burada yığılıb. Gözəl daraq işləmələr, məxmər boyalar, venesiyanka işləmələrdir. Hamısı abo işləməsi yoxdur yəni mənzildə. Hamısı əl işləridir. Gəlin sizə belə mətbəxi göstərim. Bu şüşə qapıların arxasında belə açılır, tam açılır bura. Mətbəximiz yerləşir. Mətbəx mebelimiz tam boy patoloqa kimi yığılıb. Üstü tökmə mərmər, sinəli, mərmərə uyğun qranitlərdən istifadə olunub. Qaz peci, aspirator. Hamısı öz yerində, soyuducu özünüz alacaqsınız, soyuducu yoxdur. Buranın da polları, xol hissəsindəki qranitlər davam edir. Qranit isti döşəmədir. Və belə bir gözəl mətbəx mebelimiz var, üstü şüşə işləmələrlə, hamısı led işıqlarla gözəl bəzədilib. Gəlin davam edək. Qonaq otağı, dizaynerlər burada möhtəşəm iş görüblər. Divarlar hamısı əl işləridir, patolog işləmələri. Deməli, twistentin yeri hamısı gözəl yığılıb. Yumşaq dəst, qarşısında belə bir üçlü jurnalli, twistent, çıxış elektrik qutuları düzgün quraşdırılır, panel işləmədir, taxta işləmələr, gözəl dekor, güzgü işləmələr, içi led işıqlarla bəzədilib. Patolog işləmələrimiz də var, lüstr, spot, gizli işıqlar, pollar hazır laklı bambuk parket. Qarşısında belə bir 4 nəfərlik masamız var, yəni güzgü işləmələr, üçlü lüstr işləmələrdə istifadə olunub. Sistemimiz kombidi, bütün otaqlarda radiatorlarımız var. Pərdələr də tam asılı vəziyyətdə. Qeyri-adi burada pərdə asılıb. Jalüz pərdələrdir. Çox möhtəşəm görsənir. Baxışı da Heydər Əliyev prospektinə tərəfdir. Gəlin davam edək. Və yataq otağı, yumşaq dəstlər hamısı yerləşdirilib. Patolog işləmələrimiz də var. Lüstr, spot, gizli işıqlar, yanları daraq işləmələr, arxası deməli travert işləmələrdir, əl işləridir. Gözəl buralarımız, make-up burada nəzərə alınıb, kondisionerlərin bütün xətləri atılıb, pollar hazırlaqlı, bambuk parket. Bu tərəfdən də göstərək. Və divar içi stroyunu qardırob mebelindən yığılıb, bunların yanları tikilir. Mebel burada kip qalır. Bunlar da hamısı əl işləridir. Yanları led işıqlarla, güzgü şüşə işləmələrlə belə gözəl bəzədilib. Davam edək mənzilimizi. Ümumi sanitar qovşağı, fərqli teksturada qranitlər, buranın da polları isti pol. Belə bir divar içi untazdan istifadə olunub, qara teksturalı, qızılı kantlarla belə qranitlərdən istifadə olunub, qurutusu, divarçı untazı dedim sizə, moydadır, işıqlı güzgümüz və duş kabini hissədə eyni qranitlərlə bəzədilib. Duş aksesuarları, havalandırma sistemi, patolog işləmlərimizdə var, spotlar, belə bir işıqlı, gözəl mənzilimizdir. Və gəlin qonaq otağında sizə ümumi məlumat verim. Bu mənzil yerləşir Nərimanov rayonu Əliyar Əliyev küçəsi, Heydər Əliyev prospekti ilə kəsişməsində. 16 mərtəbəli binanın 5-ci mərtəbəsində 63 kvadrat bir otaqdan 2 otağa düzəlib mənzil. Alıb kiraya verməyə, gənc ailə üçün yaşamağa gözəl bir mənzildir. Start olaraq qiyməti 285 min manatdır. Real alıcılar əlbəttə ki indirim var. Növbəti çəkilişlərdə görüşərik. Sağ olun.